Hər vaxtınız xeyir olsun. Mən indi sizə ayın əvvəlində vurulan zakazın köhnə aya fakturasını necə keçirmək lazımdır, onun qaydasını öyrədəcəyəm. Deməli, Google-dan giririk Siberian Wellness az səhifəsinə və deməli kod şifrəni yazıb səhifəyə daxil oluruq. Solda 3 xətti görürsüz lupa şəkli ilə. Baxın, burada girişin üstünə basırıq və burada kod şifrəni qeyd edirik mütləq və daxil oluruq səhifəyə. Səhifəyə daxil olan kimi qalxırıq, deməli belə səhifə açılır. Burada 3 xəttin üstünə basırıq, düşürük aşağıya. Back office-in üstünə basırıq. Açılır yeni səhifəmiz. Aha. Baxın, bu səhifə açıldı. Sağda, yuxarıda 3 xətt var. Onun üstünə basırıq. Hesabatlar. Görürsünüz, mənim profilimin altında yazılıb hesabatlar. Həmin o hesabatların üstünə basırıq. Fakturalar üzrə hesabat. Bunun da üstünə basırıq və gəlir belə bir fakturalar üzrə hesabat səhifəsi. Burada görürsünüz, yazılıb ayın 1-dən 31-i iyuna qədər, daha doğrusu iyula qədər. Parametri yazılıb, parametrlər. Bu parametrlərin üstünə basırıq. Onun üstünə basan kimi baxırıq ki, vurulan zakaz var. Sadəcə olaraq onu köhnə aya keçirtmək lazımdır. Görürsünüz, tarixi göstərməyin üstünə basırıq. Baxın, belə bir fakturamız var. Bu zakaz bugün vurulub və bunu biz iyun ayına keçirtməliyik. Görürsünüz, fakturanın nömrəsi var. 1282. Bax, bunun üstünə basırıq. Gəlir belə bir səhifə. Gördünüz, gəlirik aşağıya. Перенести в закрытый период, yəni köhnə aya keçirtmək. Üstünə basırıq. Görürsünüz, faktura перенесена, yəni faktura keçirildi köhnə aya. Okey. Deməli, bu faktura keçirildi köhnə aya. İndi mən sadəcə olaraq yoxlamaq istəyirəm. Baxım görüm, yenidən açacaqmı? Parametrin üstünə basıram. Gördünüz, burada yazılır ki, göstərilən dövr üçün məlumatlar mövcud deyil. Çünki mən indi bu dəqiqə bu fakturanı iyun ayına keçirtdim. Bunu onlayn zakazı vuran əməkdaşlar yalnız edə bilərlər. Offline kimlər ki, ayın əvvəlində məhsul gedir ofisdən götürməyə ki, köhnə aya keçirtsin, həmən an ofisdə olan menecerə demək lazımdır ki, mənim fakturamı köhnə aya keçirt və yaxud da ki, offline gedib məhsul götürür, orada edə bilmirlər. Bu videoya baxır, öz səhifəsinə girib fakturanı köhnə aya keçirdir və yaxud qrupa yazır, rəhbərlər sizə böyük məmnuniyyətlə dəstək olacaq.